20 oktyabr 2025-ci il tarixində Azərbaycan Hava Yolları Aviaşirkətinə məxsus Sankt-Peterburq-Bakı marşrutu üzrə J220 nömrəli reysi yerinə yetirən Airbus A320 təyyarəsi geri qayıdaraq Pulkovo hava limanına təcili eniş edib. Azaldan Unikala verilən məlumata görə Airbus A320 tipli bu sərnişin təyyarəsi Azalın parkında istismara verildiyi vaxtdan etibarən mütəmadi olaraq tam texniki baxışdan keçirilib və Sankt-Peterburqdan uçuş zamanı texniki cəhətdən tam saz vəziyyətdə olub. Bildiririk ki, hava gəmisi 2025-ci ilin sentyabr ayında planlı ümumi texniki baxışdan tam şəkildə keçib. Bütün texniki işlər istehsalçının tələblərinə və aviaşirkətin daxili prosedurlarına uyğun şəkildə yerinə yetirilib. Təcrübəli pilotlarımız tərəfindən Azalın daxili qaydalarına və beynəlxalq tənzimləyici prosedurlarına tam riayət olunub. Pilotlarımızın peşəkarlığı sayəsində uçuş zamanı yaranmış bütün potensial risklər minimuma endirilib, sərnişinlərin və uçuşun təhlükəsizliyi maksimum səviyyədə təmin olunub deyə məlumatda qeyd edilib.